Mövzuya başlar-başlamaz mikrofonum xarab oldu və mən məcburam ki, mikrofonsuz şəkildə danışım. Əgər kənar səslər sizi həddindən artıq narahat eləsə, məni üzürlü sayarsınız. Çalışın ki, burada danışdığım mövzuya fokuslanın. Onsuz da bura fokuslansanız kənar səslər sizi narahat eləməyəcək. Bu mövzu kimlər üçündür? Əgər siz psixoloqa gedə bilmirsinizsə, öz həyatınızdakı prosesləri dəqiqləşdirməyə çalışırsınızsa, nə baş verir, niyə baş verir, bunun səbəblərini müəyyən etmək istəyirsinizsə, eyni zamanda hadisələrə reaksiyalarınızı dəyişməyə çalışırsınızsa, bu mövzu tam sizə görədir. Ona görə ki, burada duyğular, düşüncələr və davranışlar xüsusi əhəmiyyət kəsb edir. Bir insanın duyğu, düşüncə və davranışları demək olar ki, onun həyatını idarə edir. Gəlin vaxt itirmədən keçək mövzumuza. Mövzumuz kognitiv davranış terapiyasında olan model haqqındadır. Hansı ki, biz lokal terapiya zamanı, yəni bir şəxs müraciət edəndə problemi tez bir zamanda aradan qaldırmaq üçün kognitiv davranış terapiyasından istifadə edirik. Nədir bu terapiyanın mahiyyəti? Burada üç əsas anlayış var. Hansı ki, bunlar düşüncələr, duyğular və davranışlar. Kognitiv davranış terapiyasında belə bir yanaşma var ki, düşüncələr, duyğular və davranışlar bir-biri ilə əlaqəlidir. Yəni bizim davranışlarımızın kökündə əslində zehnimizdə olan o inanclar, düşüncələr dayanır. Hansı ki, buna kök inanclar deyilir. Misal üçün mən özüm haqqında düşünürəm ki, mən bacarıqsızam. Həmin o düşüncə məndə müəyyən bir duyğular yaradır və o duyğular mənim davranışlarıma təsir göstərir. Misal üçün gəlin sizə bir nümunə göstərim. Günümüzdə də tutaq ki, sizə kimsə mesaj yazır və geri dönüş edir ki, mən sənə 10 dəqiqə sonra cavab yazaram, işim var. Bu sizin həyatınızdakı vacib bir insandır və o anda sizin avtomatik fikirləriniz yaranır ki, bu məni saymadı, bu məni önəmsəmədi, mənə dəyər vermir, mən onun öncəliyi deyiləm. Bu kimi avtomatik fikirlər yaranır və bu sizin əhval-ruhiyyənizə mənfi təsir göstərir. Düşünürsünüz ki, daha doğrusu belə hisslər yaranır ki, o mənə xəyanət eləyə bilər, belə təşvişlə keçirə bilərsiniz, narahat da ola bilərsiniz. Ümumən bütün gün ərzində əhval-ruhiyyəniz daha aşağı vəziyyətdə olur və siz onu tənzimləmədə çətinlik çəkirsiniz və nəticədə bu sizin davranışlarınıza təsir göstərir. İstər günlük həyatınızda etdiyiniz davranışlarınız, istərsə də o şəxsə qarşı münasibətiniz. Baxırsınız, düşüncələr sizdə əhval-ruhiyyə dəyişkənliyi yaratır və bu davranışlarınıza təsir göstərdi. İndi keçək ikinci bir situasiyaya. Yenə də sizin həyatınızda vacib olan bir şəxs sizə geri dönüş edəndə deyir ki, 5 dəqiqə sonra yazacağım, indi işim var. Və o an siz düşünürsünüz ki, həqiqətən də yəqin ki, onun işi ola bilər. Bu anda sizin duyğularınız necə tənzimlənir? Normal, bayaq necə idisə o vəziyyətdə qala bilər, hətta daha fərqli bir duyğu da yaşaya bilərsiniz. Və bu sizin onunla olan münasibətinizə o qədər də mənfi təsir göstərmir və günlük həyatınızda öz davranışlarınızı nizamlaya bilirsiniz. Görürsünüz, yəni kognitiv davranış terapiyasının əsas yanaşma tərzi budur ki, bizim düşüncələrimiz, hansı ki buna dərin inanclar deyilir, dərin inanclarımız situasiyalar qarşısında avtomatik fikirlər yaradır və bu avtomatik fikirlər insanın duyğularına təsir göstərir. Həmin duyğular da bizim davranışlarımızı idarə edir. Bu situasiyaların sayını yetərincə artırmaq olar. Siz öz həyatınızda da belə bir situasiyalarla qarşılaşırsınızsa, ona verdiyiniz mənaya fokuslanın. Görün siz hansı mənaları verirsiniz. Misal üçün, oğlan-qız münasibətlərində bunu mən daha çox müşahidə edirəm. Deyək ki, oğlan-qız yanaşı şəkildə gedirlər, oğlan ətrafa nəzər salır və yaxud da əksinə qız ətrafa nəzər sala bilər. Yanındakı deyir ki, yəni sən nə üçün ətrafa baxırsan, demək ki, mən o qədər sevilmirəm sənin tərəfindən. Və yaxud da sən mənə filan sözləri demirsən deyə mən deməli sevilmirəm, sən mənə yetərincə sevmirsən. Hansısa davranışa verdiyi mənalar insanın duyğularını dəyişdirir. Duyğular da onun davranışlarını və reaksiyalarına təsir göstərir. Bir sual yaranır ki, niyə görə insanların həyatında yaşadığı situasiyalar bəzi insanlarla eyni olduğu təqdirdə bir insan ona fərqli reaksiya verir, digər insan ona daha fərqli bir reaksiya verir. Bu nədən irəli gəlir? Təbii ki, kognitiv davranış terapiyasında olan yanaşma bunu deyir ki, insan doğulduğu andan onun düşüncələri sanki bir kompüter proqramı kimi zehnində proqramlanır və bu proqram əsasında bizim həyatımız idarə olunur. Və buna dərin inanclar deyilir. Hansı ki, dərin inanclar bizim özümüzlə bağlı olan fikirlərimizi, dünya ilə bağlı və digər insanlarla bağlı olan fikirlərdir. Misal üçün, mənim özümlə bağlı olan fikirlərdə mən dəyərsizəm, mən sevgiyə layiq deyiləm, mən bacarıqsızam, mən bir işin öhdəsindən gələ bilmərəm, məni heç kim qəbul etməz, mən qəbul olunan bir insan deyiləm, mən seviləcək bir insan deyiləm və s. Mən sevgiyə layiq deyiləm. Bu kimi dərin inanclar olduğu təqdirdə həqiqətən də həyatımızda belə situasiyalarla qarşılaşırıq və burada sanki o inancımızı təsdiq eləmiş oluruq. Dünya ilə bağlı olan inanclarımızda, misal üçün, dünya ədalətsizdir, dünyada xeyir işlər şər işlərdən daha azdır,
Gülsən başına dünyada pis bir şey gələcək. Bu kimi inanclar ola bilər. İnsanlarla bağlı, insanlar xəyanətkardır, insanlar yalancıdır, insanlar sizin haqqınızı həmişə yeyir və s. Belə fikirlər əslində uşaqlıq dövründən yaşadığımız təcrübələr əsasında bizim zehnimizdə formalaşmış dərin inanclardır. Və düşünün ki, insanın inancları bu şəkildə qurulubsa, onun həyatında hansı proseslər baş verir? Misal üçün, insan sevgiyə layiq olmadığını düşünürsə, davamlı elə situasiyalarla qarşılaşır ki, həqiqətən də o inancı təsdiq olunur. Misal üçün, bir xanımdır, sevgiyə layiq olmadığını düşünür, bir bəylə qarşılaşır, onun hər davranışında özünün sevilmədiyinə dair bir şey görür. Misal üçün, yazmırsa, demək ki, mənə xəyanət edir, məni aldadır və əslində dərin inanc mən sevgiyə layiq deyiləmdir. Və yaxud da o məni önəmsəmir, mən insanlar tərəfindən sevilmirəm. Bu kimi düşüncələri də varsa, daha doğrusu dərin inancı varsa, yenə də bu insanlarla münasibətinə birbaşa təsir göstərir. Tutaq ki, sosial izolyasiya olunan bir insanı düşünsək, sosial fobiyası olan bir insanı, o insanda təməldə adətən mən insanlar tərəfindən qəbul olunacaq biri deyiləm inancı olur. Yəni mən içəri, belə deyim, insanlar arasına qarışsam və insanlarla ünsiyyət qursam, o insanlar məni qəbul edəməzlər. Bu kimi dərin inancı var deyə hansısa bir insanla ünsiyyət quranda və yaxud da toplum içərisinə gedəndə onda müəyyən həm somatik, yəni bədən əlamətləri, həm də düşüncələrində müəyyən fikirlər yaradır ki, o da onun davranışlarına təsir göstərir. Bəs bu dərin inanclar necə işləyir? Əslində dərin inanclar avtomatik fikirlərlə bağlantılıdır. Hansı ki, situasiyalar yaşayanda ilk olaraq bizim dərin inancımız yox, avtomatik fikirlərimiz yaranır. Misal üçün, mən yolla gedirəm, kimsə mənə bilmədən toxunursa, mənim burada avtomatik fikirlərim, bu insan mənə haqsızlıq elədi, bu insan bilə-bilə mənə bu davranışı etdi və bu insan mənə zərər vermək istəyir kimi avtomatik fikirlərim yaranırsa, bu təməldə mənim öz qorxumdan dolayı yaranmış fikirlər olur və orada mənim reaksiyalarıma mütləq şəkildə təsir göstərir. Bəs necə edə bilərik ki, biz dərin inanclarımızı dəyişdirək? Əslində burada avtomatik fikirlərdən başlamaq daha məqsədə uyğun hesab olunur. Yəni biz günlük həyatımızda müəyyən situasiyalarla qarşılaşanda o situasiyalara verdiyimiz reaksiyalara baxırıq. Yəni mən ilk olaraq bu situasiyadan qarşılaşanda beynimdə hansı fikirlər yarandı? Tutaq ki, mən gələcəyimlə bağlı düşünürəm və gələcəyimlə bağlı mənim beynimdə yaranır ki, sən mütləq şəkildə uğursuz olacaqsan, sən heç bir şey bacarmayacaqsan, gələcəkdə pis problemlər baş verə bilər. Bu avtomatik fikirləri öz-özlüyümüzdə qeyd edirik. Həmin avtomatik fikirlərin doğruluğunu sübut edirik. Yəni reallığa nə qədər əsaslanır bu fikirlər? Onu məntiqi şəkildə təhlil edəndə əslində heç birinin demək olar ki, reallıqla əlaqəsinin olmadığını müşahidə edirik. Və bunun ən əsası beynimizdə yaranmış bir yanlış senari olduğunu düşünsək, beynimizin oynadığı bir oyun olduğunu düşünsək, orada bizim üçün daha asan olur həmin fikirlərlə işləmək. Terapiya zamanı biz danışanla işləyəndə onun günlük həyatını ilk olaraq müşahidə etməsini istəyirik. Yəni sən günlük həyatını müşahidə ilə hansı situasiyalar baş verir və orada sənin hansı reaksiyaların olur? Misal üçün iş yerindədir, müdirlə münasibətində yanaşma tərzi. Misal üçün bir danışanım olub, müdir-işçi münasibətlərinə aid problemlər yaranırdı. Deyir ki, hər dəfə içəri girəndə müdir belə qaşqabaqlı dayanırdı. Mən elə düşünürdüm ki, avtomatik fikirləri bu olurmuş ki, yəqin mən nəsə etmişəm, ona görə mənimlə belə ünsiyyət qurmaq istəmir. Və dərin inancına baxanda o sevgiyə layiq olmadığını düşünürdü. Yəni mən qəbullanmaram, sevgiyə layiq deyiləm ki, müdirim də mənə sevgi göstərsin, məni qəbullansın. Mən hansısa səhv hərəkət eləmişəm ki, o mənə o şəkildə yanaşır. Halbuki müdirin özünün hansısa nəsə həyatında problem baş verib, bəlkə də ona görə əhval-ruhiyyəsi həmin gün o vəziyyətdə olub. Qısacası, həyatınızdakı situasiyaları ilk növbədə yazırsınız. Misal üçün, bu gün ərzində mənə təsir göstərəcək neçə situasiya yaşadım. Mənfi təsir göstərən situasiyaları yazsanız daha yaxşı olar. Situasiyaları yazandan sonra orada yaranan avtomatik düşüncələriniz, daha sonra o avtomatik düşüncələrin yerinə başqa hansı fikirləri qoymaq olar? Yəni daha fərqli prizmadan yanaşmağa başlayırsınız hadisələrə. Düzdür, ilk vaxtlarda bu çox çətin olur və insan sanki özünü aldatdığını düşünür. Hətta belə yanaşanlar da var ki, bu insanın özünü aldatmasıdır, reallıqdan qaçmasıdır. Heç də elə deyil. Yəni dərinlərə baxanda insanın düşüncə tərzi onun həyata yanaşma tərzini formalaşdırır və sizin elə düşünməyiniz belə yenə də hansısa dərin inancınızdan qaynaqlanır. Yəni həyata güvənsiz olan, insanlara güvənməyən, özünə güvənməyən bir insan təbii ki, özünü aldatdığını hiss edəcək. Amma situasiyalara real şəkildə baxsaq, onu bir müşahidə eləsək, həqiqətən də belə düşünə bilərik. Başqa bir metod da deyim, onları yazandan sonra, yəni siz yazırsınız, müşahidə edirsiniz həyatınızda baş verən hadisələri və onlara situasiyanızı.
təyin edirsiniz, avtomatik düşüncələrinizi müəyyənləşdirirsiniz. Bundan sonra həmin avtomatik fikirlərlə işləmək, yəni onun yerinə alternativ fikirlər qoyursunuz. Digər bir texnika da budur ki, əgər sizin dostunuz eyni situasiya ilə qarşılaşsaydı, orada sizin yanaşma tərziniz necə olardı? Yəni düşünün ki, siz içəri girirsiniz, müdür qaşqabaqlıdır, burada sizin yerinizə dostunuzdur. Siz kənardan baxan bir insansınız, o situasiyada nə deyərdiniz? O müdirinizə yanaşma tərziniz necə olardı? Digər bir texnika, əslində bu texnikanı avtomatik düşüncələrə sübut axtarmaq. Yəni ki, tutaq ki, mənim düşüncələrimdə var ki, müdir mənə qəzəblidir. Mən onlara sübut axtarıram ki, həqiqətən müdir mənə qəzəblidir. Yəni hansı sübutlarım var buna dair və yaxud da bunu həyatınızda baş verən başqa situasiyalara aid edə bilərsiniz. İnsan o sübutları öz beynində tapmağa çalışdıqca görür ki, o qədər də yəni tutarlı bir səbəb yoxdur ortada. Sadəcə bu onun beynində yaratdığı düşüncələrdir. Həmçinin mən təşviş pozuntusundan əziyyət çəkən insanlarda bunu görmüşəm. Yəni generalizə olunmuş təşviş pozuntusundan əziyyət çəkən insanlar hər şeyin pis tərəfini daha çox düşünür. Bununla bağlı həqiqətən bir sübut görməyəndə və tədqiqatlara baxanda insanın zehnində yaratdığı o fikirlərin, təhlükəli fikirlərin demək olar ki 96%-i heç vaxt reallıqda baş vermir. Hətta 6%-nin belə insan təsəvvüründə olduğundan daha yüngül formada baş verdiyini vurğulayırlar. Buna nəzər salsaq, bizim öz düşüncələrimizlə işləməyimiz daha rahat olduğunu düşünürəm. Yəni siz öz fikirlərinizi yazırsınız və onlara sübut axtarırsınız. Gələcəkdə baş verə biləcək fikirlərinizi təhlil edəndə bunu daha açıq-aydın şəkildə görmək olur ki, bu insanın öz zehnində yaratdığı və özünü ona inandırmağa çalışdığı fikirlərdir. İnanın ki, dəyişməyin ən gözəl formalarından biri budur. Terapiyada, yəni istifadə olunan və tez bir zamanda nəticə verən kognitiv davranış terapiyadır. Bu yanaşma tərzidir. Mənim də sizə tövsiyə edə biləcəyim, psixoloq yanına getmədən özünüzə tətbiq edə biləcəyiniz yanaşma tərzi bu ola bilər. Onu da qeyd edim ki, ilk vaxtlarda çətin olacaq sizin üçün, amma davamlı formada etsəniz, təxminən 3-4 ay ərzində sizin düşüncələrinizin və reaksiyalarınızın dəyişdiyini müşahidə edəcəksiniz. Onsuz da psixoloji seans alsanız belə, onun nəticələri çox gec görülür. Bu terapiyanın tətbiqində belə 3 aydan tez nəticə almaq olmur. Yəni müəyyən qədər irəliləmə özünüzdə müşahidə edirsiniz, amma 3 aydan tez nəticə verən terapiya metodu mən deyərdim ki, yoxdur. Daha dərin terapiya növləri isə 6 aydan sonra görünməyə başlayır nəticələri. Siz də bunu tətbiq edəndən sonra davranışlarınızın necə dəyişdiyini, həyata necə fərqli yanaşdığınızı müşahidə edəcəksiniz. Öz həyatla bağlı, özünüzlə bağlı və digər insanlarla bağlı düşüncələrinizi bir yerdə qeyd edirsiniz. Misal üçün, həyat deyəndə ağlınıza nə gəlir? Həyat, məsələn, deyirəm, ədalətsizdir, haqsızdır və yaxud da həyat hər kəs xoşbəxt edə bilər və yaxud da həyat sabitdir, mən özüm həyatda özüm üçün rəngarənglik yarada bilərəm və s. İnsanların fikirləri fərqlidir. Daha sonra özünüz haqqında fikirləriniz, mən misal üçün özgüvənliyəm, mən bacarıqsızam, mən təcrübəsizəm, mən sevgiyə layiq deyiləm, mən dəyərsizəm və s. Bu kimi düşüncələri yazırsınız. Bir də insanlarla bağlı və o düşüncələrin sizə hardan qazanıldığının fərqinə varmağa çalışırsınız. Bu artıq ikinci mərhələdir. Avtomatik fikirlərlə işləmək birinci mərhələdir və sizə 3 ayda nəticə verə bilər müəyyən qədər. Amma dərin inanclarla işləmək biraz daha çətin prosesdir. Və insan bütün o dərin inanclarını öz özlüyündə təyin edib, daha sonra ona yanaşma tərzini tətbiq eləyir. Yəni həyatla bağlı inancım nədir? Bunu harda qazanmışam? Bunu necə dəyişdirə bilərəm? Özümlə bağlı və yaxud da insanlarla bağlı. Bu biraz uzun müddətli prosesdir və əgər siz birincini bacarsanız, mən bilirəm ki, ikincinin də öhdəsindən gələcəksiniz. Videonu burada sonlandırıram. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Açığını desəm, video çəkməzdən əvvəl başıma bir hadisə gəldi. Ona görə diqqətim dağıldı və mən həmin həyəcandan sonra video çəkəndə biraz fikirlərim qarışır və ifadə etməkdə çətinlik çəkirəm. Yəni daha fərqli düşünürdüm, amma bu şəkildə alındı. Yenə də sizin üçün faydalı oldusa videonu bəyənməyi, kanalıma abunə olmağı, həmçinin rəy yazmağı və bu videonu sevdiyiniz insanlarla paylaşmağı unutmayın. Növbəti videoların hansı mövzu haqqında gəlməsini istəyirsinizsə mənə şəxsidə yaza bilərsiniz.